Ajansaz xəbər verir ki, plastik cərrah Dilqəm Məhərrəmovun sertifikasiyası ləğv edildi. O lisenziya ala bilmədi və bundan sonra bu cür əməliyyatlar edə bilməyəcək. Azərbaycan Respublikasının ərazisində plastik cərrahi ixtisası üzrə praktik tibbi fəaliyyətinə icazə verilən həkim mütəxəssislərin siyahısı tərtib edilib. Bu barədə Səhiyyə Nazirliyi rəsmi məlumat yayıb. Fəaliyyətinə icazə verilən cərrahların siyahısında 42 cərrahın adı qeyd edilib. Sözü gedən siyahıda məşhur estetik cərrahların adları isə yoxdur. Bunlar Baku Medical Plaza Klinikasının plastik cərrahı Dilqəm Məhərrəmov, Azər Türkmedin həkimi Təbəssüm Qurbanova və International Medical Center'ın estetik cərrahı Sevinç Heydərovadır. Xatırladaq ki, bir müddət əvvəl bir neçə tanınmış estetik cərrahın lisenziyası ləğv olunmuşdu. Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Ajans Azın sorğusuna cavab vermişdi ki, estetik cərrahlarla bağlı təftiş komissiyasının işi yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcəyi də qeyd olunmuşdu. Və biz bundan əvvəl Ajansaz olaraq da qeyd eləmişdik ki, Dilqəm Məhərrəmovun sertifikasiyasının vaxtı mart ayının 2-sində bitib və onun yenidən lisenziya alma şansı yoxdur. Və bu bir daha təsdiq olundu.